Salamlar hər kəsə. Bugün mən sizə minorun və majorun 3 hal haqqında danışmaq istəyirəm. İlk olaraq minorun 3 halından başlasaq, natural, harmonik və melodik hallar vardır. Natural halında heç bir dəyişiklik yoxdur. Məsəl üçün, ən sadə qammanı götürsək, lia minor qamması heç bir işarə olmadan ifa olunur. Bunun natural halında heç bir dəyişiklik olmayacaq. Harmonik halında yuxarı və aşağı istiqamətdə 7-ci pillə yarım ton zilləşəcək. Əgər biz lia minoru götürürüksə, lia minorun 7-ci pilləsi olacaq sol. Biz bu solu yarım ton zilləşdiririksə, sol yarım ton zilləşib sol diyez olacaq. Demək, lia, si, do, re, mi, fa, sol, yəni sol diyez və lia. Bu minorun harmonik halı olacaq. Əgər melodik halını ifa etmək istəsək, yuxarı istiqamətdə 6-cı, 7-ci pillələr yarım ton zilləşəcək. Əgər lia minoru yenə götürürüksə, lianın 6-cı, 7-ci pillələri fa, soldur. Yəni fa, sol zilləşərək fa diyez, sol diyez olacaq. Aşağı istiqamətli isə, yəni artıq biz ifanı aşağı düşəndə istiqaməti bu pillələr bekara çevriləcək. Yəni həmin bu zilləşmə ləğv olunaraq sadəcə sol, fa kimi ifa olunacaq. Məsəl üçün, harmonik halını ifa edək. Bu nədir? Yarım ton zilləşmiş haldır. Melodik halında 6-7 yarım ton zilləşəcək. Gördünüz, fa diyez, sol diyez, lia. Aşağı istiqamətli isə həmin zilləşmə bekara çevriləcək. Lia, sol, fa, mi, re, do, si, lia. Gördünüz, həmin zilləşmə ləğv olundu və sol, fa adi olaraq ifa olundu. Majorun 3 halında da yenə naturalda heç bir dəyişiklik yoxdur. Yenə ən sadə qammadan götürsək, do majordan götürsək, harmonik halında yuxarı aşağı istiqamətdə 6-cı pillə yarım ton bəmləşəcək. Məsəl üçün, do majordan götürsək, do'nun 6-cı pilləsi olacaq lia. Əgər bunun 6-cı pilləsi lia'dırsa, yarım ton bəmləşmək deyilirsə, olacaq lia bemol. Onda görək necə olur. Do, re, mi, fa, sol, la bemol, si, do. Ardıcıl davam edir. Si, la bemol, sol, fa, mi, re, do. Gördünüz, bu onun yarım ton bəmləşməsidir. Melodikdə yuxarı istiqamətdə sadə qamma gedir, yəni olduğu kimi bekar vəziyyətində. Aşağı istiqamətdə isə 6-cı, 7-ci pillələr yarım ton bəmləşir. O zaman ifa edək necə alınır? Do, re, mi, fa, sol, la, si, do. Gördünüz, heç bir dəyişiklik etmədim mən burada. Qammanı olduğu kimi ifa etdim. Amma aşağı gələndə 6-7 dedik, yarım ton bəmləşəcək, yəni bemol ilə əvəz olunacaq. 6-7 hansıdır? La, si, do majorda, la, si, 6-cı, 7-ci pillələrdə. Bunu bəmləşdirsək olacaq la bemol, si bemol. O zaman görək necə alınır? Bu, demək, do majorun melodik halı oldu. Diqqət yetirsəz görərsiniz ki, major olduğuna görə bemollarla əvəz olunsa da, sonu yenə şən xarakteri tamamlanır. Gördünüz, tam olaraq minora çevrilmir. Bu, minor və majorun 3 halı idi.